Deməli, fənlərarası əlaqədən canlıların müqayisəli xarakteristikası. Birinci sualla başlayaq. Məməlilərin hansı dəstəsinin nümayəndələri ikinci siqnal sisteminə malikdir? İkinci siqnal sistemi nitqdir. Məməlilərin də insanda nitq var. İnsan da primatlar dəstəsinə aiddir. Yaşıl quş mamırı və bir çox digər mamırlar yosunlardan, göbələklərdən, şibələrdən nəyin olması ilə fərqlənir? Yaşıl quş mamırında digər mamırlardan fərqli olaraq, göbələkdən, şibədən fərqli olaraq toxuma və orqanları var. Digər canlılardan fərqli olaraq və gövdə və yarpağı var yaşıl quş mamırı. Digər mamır dediyinə görə, yəni yaşıl quş mamırında hətta rizoid də var. İndi burada yazmayıb, burada gövdə və yarpağı götürürük. 2də B variantı. Malyariya paraziti insanın hansı toxumasını, hüceyrələrini daha çox zədələyir? Biz bilirik ki, malyariya paraziti insanın qanında olur ən çox. Qanda birləşdirici toxumadır. Ona görə 3də Y variantı götürürük. Canlı orqanizmlərdə əksər hallarda hansı rənglər xəbərdar edici rəng olur? Xəbərdar edici rəng olur qırmızı və sarı rənglər. Çünki məsələn, parabizəndə qırmızı rəngdir, arıda sarı rəngdir. Transkripsiya prosesi nüvədə translyasiya sitoplazmada. Bu canlının nüvəsi olsun. Bax, burada bakteriyaları çıxırıq, göy yaşıl yosunu da çıxırıq, bağırsaq çöpünü də çıxırıq. Burada infuzor tərlikdir. Yəni, nüvəsi olsun. Orqanizmlərdə hansı hüceyrəsində xloroplast yoxdur? Yəni, plastid kimdə yoxdur? Xloroplast, baxırıq. Dəniz kələmi. Dəniz kələmi yosundur, yosunda da xromatofor var. Hüceyrəsində xloroplast yoxdur. Yenə baxıram mən burada qızıl sarmaşıq. Qızıl sarmaşıq bitkilərin parazit nümayəndəsidir. 8-ə baxıram. 7-də Y variantı. Şam ağacının diploid xromosom yığımı 24-dürsə, onun yumurta hüceyrəsi olacaq 12, spermisi olacaq 12. Şam ağacının diploid xromosom yığımı 24-dürsə, zigotu 24, yarpaq hüceyrəsi 24, D variantı olacaq 9. Ona baxırıq. Göstərilən heyvanların hansında üçüncü göz qapağı rudimentdir. Məməlilər sinfi olsun qoy bu. Və olur delfin. Onda C variantı. Qızıl sarmaşıq biogeosinozun qida zəncirinin hansı qruplarına daxil edilir? Qızıl sarmaşıq parazitdir, yəni heterotrofdur. Bu olsun konsument. Ən sadə quruluşa malik hüceyrə bu olsun bakteriya. Difteriya basili 12-də D. Xovlar hansı orqanizmlərə xasdır? Müəllimə, xovlar nazik bağırsaq heyvanlara xas olsun və nazik bağırsaq hüceyrələrinin səthində olur. 13-də B variantı. 14-də baxaq. Xloroplastlardan məhrum xlorofili olan ən qədim orqanizm. Xloroplastı olmasın, amma xlorofili olsun, göy yaşıl yosun. Bakteriya yəni. 14-də A. Mutasiyaya uğraya bilən hüceyrə. Kiminki DNT-si var? Baxırıq. Nüvə mitoxondri xloroplast. Somatik mutasiya hansı halda sonraki nəslə ötürülür? Mənlər vegetativ çoxalanda, bitkiləri qələmlə çoxalanda, bitkiləri calaq eləyəndə 1, 4, Y variantı oldu 16. Digərləri cinsi çoxalmadır. Aşağıda verilmiş canlılarda hansında somatik mutasiya irsən keçə bilər? Qarağat, yəni vegetativ çoxalma olsun. 17 C variantı. Aşağıda verilmiş canlılarda hansında somatik mutasiya irsən keçə bilməz? Bu da heyvan götürək, drozofil. Drozofil 18-də C variantı. Drozofil milçək edilə bilirsiniz. Bağban hibrid bitki almaq üçün hansı vegetativ çoxalma üsulundan istifadə etdi? Bayaq nə dedik? Hibridi nədən alırıq? Calaqdan alırıq. 19-da cavab B. Quş mamırının sporundan əmələ gələn ilk cücərti, yəni protonema, quruluşca hansı bitkiyə bənzəyir? Yosuna. Bu təkamül baxımından onu göstərir ki, qohumluq əlaqələri var. Sap şəkilli yosuna, bu da mamırlarla yosunların qohumluğunu göstərir. 20-də B variantı. Erkək qıjının sporundan əmələ gələn ilk cücərti, protal, hansı bitkiyə bənzəyir? Bu da yosuna, bu da deyir ki, qıjların yosunlarla qohumluğunu göstərir. Lövhə şəkilli yosun 21-də B variantı. Hansı sırada xemosintez edici, fotosintez edici, saprofit, parazit? Birinci baxa bakteriya, yaşıl bakteriya, yox. Xemosintez, dəmir bakteriyası. Fotosintez, kükürt bakteriyası onda olsun. Xemosintez. Göy yaşıl yosun, fotosintez. Saprofit, çürütü bakteriyası.
Parazit yox, mukor yox. Onda getdi. Nitrifikasiya olsun. Onda C variantıdır. Nitrifikasiya bakteriyası, qırmızı bakteriya, fotosintezdir. Solğun əzvay, saprofitdir. Vərəm çöpü, parazitdir. 22-də C variantı. 23-ə baxaq. Canlı orqanizmlər açıq sistemdir. Çünki və maddələr və enerji mübadiləsi gedir. 23-də cavab A variantı. Filogenetik inkişaf baxımından baş beynin hansı hissəsi daha cavandır? Qırışlı ön beyin. Qabıqla örtülmüş beyin yarım kürəsi. E. 24-də E variantı. İnsanın bütün yetişmiş eritrositində təqribən nə qədər cinsiyyət xromosom var? Müəllimlər, yetişmiş eritrositdə xromosom yoxdur ki, cinsiyyət xromosomda olsun, 0. Postembriyonal inkişafı yumurtadan çıxan andan başlayır. Ördək burun. Yumurta qoyanları götür. Embriyonal inkişaf dövrü yumurtadan çıxana qədər davam edir. Ördək burun. Yaşıl evqlen hüceyrəsi daxilində həm xromatofor, həm də ifrazat qovluqçuluğu olur. Bu orqanellərin olması onun hansı canlılarla qohumluğunu göstərir. Yaşıl evqlenda xromatofor olması onu bitkilərə oxşadır. İfrazat qovluqçuluğu da heyvanlara oxşadır. 28-də E variantı oldu. 29-a baxırıq. Canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında bir hüceyrəlilər var? Müəllimlər, 4 aləmin 4-ündə də bir hüceyrəlilər var. Canlı təbiətdəki aləmlərin neçəsinin nümayəndələri arasında xemosintezcilər yoxdur? 3-ünü. Bir dənə bakteriya da var. Paxlalı bitkilərlə yumrucu bakteriyalar arasında adətən formalaşmış həyat tərzi aşağıdakı cütlərdən hansında ola bilər? Yumrucu bakteriyaları ilə paxlalı bitkilər yumrucu bakteriyalar arasında adətən formalaşmış həyat tərzi aşağıdakı cütlərdən. Yəni simbiozlu. Yaşıl yosundan göbələk şibiyada. 31 C variantı. Yaşıl və ya göy yaşıl yosunlarla göbələk hifləri arasında həyat tərzi. Şibiya demək istəyir burada. Yaşıl və göy yaşıl yosunlarla göbələk hiflər arasında formalaşmış həyat tərzi. Simbiozdur bu da. Yəni paxlalı bitkilərlə azot bakteriyalar arasında da simbiyoz var. Eyni şibiya kimi. 33-ə. Yumurtalığın yetişmə zonasına keçən proses göstərilib. K və M-in yerinə aşağıdakı verilən hansını yerləşdirmək olar? K diploid olsun, M haploid. K olsun 1, M də olsun 2. Yəni bu birdən qamet 2 formasında qamet alınacaq. 33-də cavab D olacaq. 34. Yumurtalığın yetişmə zonasında gedən proses göstərilib. K və M-in yerinə hansılar yerləşdirmək olar? K yenə də bu olsun. M də 2 olsun. K1, M2, Y variantı 34-də. 35. Bakteriyaların sporları göstərilərindən hansı ilə oxşar funksiya yerinə yetirir? Bakteriya sporları əlverişsiz şəraitdən qoruyur. İbtidai heyvanların sistaları kimi. 35 C variantı. Doğulduqdan sonra insan orqanizmində hansı hüceyrələrin əksəriyyətinin interfazı bütün ömrü boyu davam edir? Bu bizim neyronlarımızdır. Neyronlar bölünmür. Süni seçmənin təsirinə məruz qalmış heyvan. Kələm kəpənəyi. Yox, üzrlü sayın. Tütübək qurdu. 37 C. Süni seçmənin təsirinə məruz qalıb. Müəllimlər, burada da süni seçməyə məruz qalıb. Yabanı turp və mədənləşdiriblər onu. Populyasiyası təxminən eyni yaşlı fərdlərdən ibarət ola bilər. Eyni yaşlı. Eyni yaşlı olanda bir illik bitkilər. Hamısı bir yaşında olacaq da, yəni məntiqlə götürsən. Populyasiyanın tərkibinə daxil olan fərdlərin müxtəlifliyi səbəb ola bilər. Fərdlər müxtəlif olanda nə olur? Daha davamlı olsun. Bütün qidalanma formalarından istifadə edir, müəllimlər dediyi bakteriya. 41D. Ali heyvanların qametini onların digər hüceyrələrindən fərqləndirir.
Meyoz nəticəsində yaranması. 42-də A. Fotosintez edici prokaryotlarla göbələkçilərin simbiyozu baş verir. Fotosintez edici prokaryotlarla göbələkçilərin simbiyozu. Göy yaşıl yosunlarla fotosintez edici prokaryot göy yaşıl yosundur. Göbələkçilər. Kimyadır da bu. Hansı xəstəliyin törədicisinin hüceyrəsi nüvəyə və mitoxondriya malikdir? Evkaryot olsun. Qoturluq gənə heyvandır. 44-də D variantı. Hansı xəstəliyin törədicisinin hüceyrəsi nüvəyə malikdir? Bu da malyariya olsun. Heyvandır. Məməlilərin növlərinin yer kürəsinin müxtəlif coğrafi ərazilərində yayılmasını təmin etmiş təkamül yolu və istiqaməti. Yəni artıb. Bioloji tərəqqi olsun və aramorfoz olsun. 46, bir dəqiqə. Məməlilərin növlərinin yer kürəsinin müxtəlif coğrafi ərazində yayılmasını təmin etmiş. Yəni, uyğunlaşıblar bunlar. Adaptasiya olsun və bioloji tərəqqi olsun. Vegetativ orqanlara malik olan bütün bitkilər çox hüceyrəlidir. Ona görə ki, vegetativ orqana malik olan bütün bitkilər çox hüceyrəlidir. Ona görə ki, onlarda hüceyrələrin ixtisaslaşması var. İnsanla simbiyoz həyat keçirən yeganə canlı bakteriyadır. Onda da endoplazmatik şəbəkə yoxdur. İnsanla simbiyoz həyat keçirən bakteriyadır. Onda da Golgi kompleksi yoxdur. Göstərilərindən hansının nümayəndələri şibiyanın tərkibində ola bilməz? Bir hüceyrəli parazit olmasın. İnsan hüceyrələrinin nüvəsində DNT-nin ikiləşməsi baş vermir. Yəni, çoxalma getmir. Yetkin eritrositdə getmir, çünki nüvə yoxdur. Trombositdə getmir, nüvə yoxdur. Yəni 3, 6. Bağırsaqda insan asqarının yumurtasından sürfə çıxdıqdan sonra birinci olur cavan sürfə, sonra yenidən qaydanda yetkin sürfə olur. Bağırsağı deşərək qanla ağciyərə getdiyi yolun ardıcıllığı. Bağırsağı deşərək ağciyərə getsin. Yumurtasından sürfə çıxır həzm sistemində, yəni qoy görək, burada nəyi göstərir? Bağırsaqdan çıxsın, bağırsağı deşir, qanla gəldi qaraciyər venasına, oradan aşağı boş venaya, sağ qulaqcığa, sağ mədiciyə, ağciyər arteriyasına və ağciyərə. Təsadüfən elə oxuduğum B variantı düz çıxdı 52-də. Qan dövranı zamanı qanı ağciyərdə təmizlənmir. Yəni, ağciyəri olmasın. Cavan qurbağada gəlsəmə olur. 53. Cavan qurbağa deyirik. Qan dövranı zamanı qanı ağciyərlərdə təmizlənmir. Balinanın dölü. Çünki bətndaxili inkişaf zamanı ağciyərlə tənəffüs eləmir də məməlilər sinfi. Cavan qurbağamı elə bildim, çömçə quyruğu nəzərdə tutur. Cavan qurbağa deyir. Yetkin insanın bütün leykositlərində nə qədər cinsiyyət xromosomu var? 4-10 min leykosit var, müəllimlər. Orada da hərəsində 2 cinsiyyət xromosomu varsa, insanda 5 litr qan. 1 kub santimetrdə 4-10-dur. 5-ində 20-100 olacaq. 20-50 olacaq. 20-50 və orada da cinsiyyət xromosomu 40-100 milyard olsun. 54-də Y variantı. Şifahi elədim. Siz istəsəz yazılı eləyə bilərsiniz. İnsanın baş, beyin, böyük yarımçələ qabığının pH hüceyrələrində maksimum neçə cinsiyyət xromosomu var? Baş, beyin yarımçələrinin pH hüceyrələrində. Baş beyində baş beyin yarımkürələrində insanda olur, deməli, ikisini götürür. 6-9, səhv eləmirəmsə, 6-9 yox, 12-18 milyard.
Yəni bir tərəfində 6-9 milyard baş beyin yarımkürələrdirsə 12-18 milyard neyron olur. Ondan da 10 dəfə çox peyk hüceyrəsi olur. Yəni 120-180 milyard. 120-nin üstünə 12 gələndə 132 132 ilə maksimum deyir, üzrlü sayın. Elə 18 milyard götürək. 18 üstünə gələ 180, 198 milyard peyk hüceyrəsi olur və hərəsinin də öz cinsiyyət xromosomu olur. 396 milyard 55-də görüm düz elədim. Qabığının peyk hüceyrənin maksimum neçə cinsiyyət xromosomu? 12-18 milyard neyrondur. 18, 180 peyk hüceyrəsidir. 180 üzərinə 18 gəlir, 198 milyard peyk hüceyrəsidir. Və hərəsinin də 2 cinsiyyət xromosomu varsa 396 eləyir. Yosunları göy yaşıl yosunlardan fərqləndirən cəhət. Yosun bitkidir, göy yaşıl yosun bakteriyadır. Bitki nüvənin olması. 56 Y variantı olur. Yosunları göy yaşıl yosunlardan fərqləndirən cəhət yenə yosun bitkidir, göy yaşıl bakteriyadır. Baxaq. Yosunda qamet olar, bakteriyada yox. Ona görə A variantı. İnkişafının yalnız rüşeym mərhələsində klakaya malik olan, rüşeymin də klaka olsun. Bu, baxaq, bətin daxili inkişaf gedən canlı hansı olar? Deyəsən, elə A variantıdır. Kenguru, siçan, balina, zürafə. İnsanın baş beyin böyük yarımkürə qabığının neyronlarında nə qədər cinsiyyət xromosomu var? Sağda 80 milyard peyk hüceyrəsi olarsa sağda. Baş beyin yarımkürəsi. Hər ikisində 160 milyard peyk hüceyrəsi olarsa ondan 10 dəfə az. Yəni 16 milyard 16 milyard neyrondur. Hərəsində də 2 cinsiyyət xromosomu olduğuna görə 32 milyard cinsiyyət xromosomu var C variantı. İnsanın baş beyin yarımkürədən qabığının peyk hüceyrəsinin nə qədər cinsiyyət xromosomu? Sol yarımkürədə 6 milyard neyron, bütövi tapaq 12 milyard neyron var. Ondan 10 dəfə çox 120 milyard peyk hüceyrəsi. 120-nin üzərinə 12 gəlirəm. 132 milyard peyk hüceyrəsi tapıram və 132 milyardda da vururam 2-yə. 264 milyard 60-da cavab 6 milyard neyron var. Dəqiq görək düz elədik. 6 milyard sol yarımkürədə neyron var. İkisi bir yerdə 12 milyard neyron olacaq. Bundan 10 dəfə çox, yəni 120 milyard peyk hüceyrəsi olacaq. 120-nin üzərinə gəlirəm 12. Yəni neyronların sayın. Cəmi sinir... üzrlü sayın. Peyk hüceyrəsi deyir də, hə. 120 milyard peyk hüceyrəsində hərəsində 2 cinsiyyət xromosomu 240 milyard olacaq. 60-da C variantı. Deyəsən, bayaq da elə bir şey elədim. Neysə, burada keçdi. Burada da peyk hüceyrəsi yox. Hansında idisə peyk hüceyrəsi yerinə bütöv hesabladım. Baxanda siz baxarsınız. 60-ı elədi. 61-ə baxaq. Ontogenezin gedişində qıcıkimlərdə 2 cür, örtü toxumlarda 3 cür xromosom dəstinə malik müxtəlif hüceyrələr yaranır. Niyə deyir? Niyə belə olur? Çünki örtülü toxumlarda bir dənə də endosperm var deyə. Baxaq görək. Hə. Çünki örtülü toxumlarda mayalama prosesində bilavasitə 4 hüceyrə iştirak edir. Endosperm də yaranır ona görə. Yəni həm haploid var, həm diploid var, həm də triploid xromosom dəstli hüceyrə var. Bacı və qardaş haqqındakı mülahizələrdə hansı doğrudur? Bacı və qardaşda baxın mənimlə buraya genetik kriteri də yazıb, genotip də yazıb. Genetik kriteri bacı və qardaş dediyinə görə
Genetik kriteri eynidir. Genetik kriteriləri. Yəni xromosom dəstidir, sayıdır filan. Genotip eyni olmaz. Oğlan başqa yumurta hüceyrədən spermatozoiddə yaranır, qız başqa. Yəni burada genetik kriteriləri eynidir. Amma genotipləri eyni deyil. 62-də A variantı. Genotip başqa şeydir. Yəni eyni mənim bir neçə hüceyrəmin genotipi eyni ola bilər. Göstərilərinin neçəsində mitoz prosesinə rast gəlinməz. Bax, bakteriyada olmaz. 1. Sonra mitoz prosesinə rast gəlinməz. Planda olar, sfagmum mamırında olar, qatır quyruğunda olar, arxaromenusda olar, qatır işçi arı. Yəni burada bir də vərəm çöpündə olmaz. Günəbaxanın 1000 çiçəyindən 350-si dilci şəkillidir. Min çiçəyinin 350-si dilci şəkillidir. 1000-dən 350 çıxanda 650 bunun olur boru şəkilli çiçəyi. 650 çiçəkdə spermlər daxil olmamışdan əvvəl şem hissəsində olan hüceyrələr nə qədərdir? Görək. 650-ni vururam. Spermlər daxil olmayıbsa 7 hüceyrə var orada. 7. Hər hüceyrədə 7 hüceyrə varsa 8 N xromosom dəsti var. 650-ni vururam 8-ə. Vururam 8-ə. Olur 5200 N xromosom dəsti. Sağlam insanın həzm kanalı boşluğunda aşağıdakılardan hansı baş verər? Nişasta qlukozaya çevrilir də müəllimlər, elədir həzm kanalımızda. Yəni həzm olunur. Glukoza karbon qazı və suya həzm kanalında baş vermir, mitoxondriyada baş verir. Bunu götürmürük. Yəni oksigenli tənəffüs. Yəni yalnız B65-də. Əksər hallarda çılpaq toxumlu bitkilər örtü toxumlardan nə ilə fərqlənir? Çılpaq toxumlu bitkilər örtülü toxumlardan nə ilə fərqlənir? Yumurtalığın olmamasına görə fərqlənir. Örtü toxumlu bitkilər çılpaq toxumlar onunla fərqlənir ki, yumurtalığı olur. 67-də A variantı. 68-ə baxaq. Ürək boşluğunda olan bədəndə dövr edən qan növləri eynidir. Mayalanmış yumurta hücrəsi tam parçalanmır amma. Ürək boşluğunda bədəndə dövr edən qan növləri eynidir. Bu ürəkdə və bədəndə eyni olsun. Balıqlar çıxdım, kərtənkələ. Tam parçalanmırsa kərtənkələdir. 68 C variantı. Yəni yumurta hücrəsi böyükdür. Ürək boşluğunda olan bədəndə dövr edən qan növləri eynidir. Tam parçalanmır. Bu da timsah yox. Timsahın ürək boşluğunda 2 növ qandır, bədəndə 3 növ. Ördək burun olar mı? 69 D variantı. İşıq enerjisi ATF enerjisinə çevrilir. Bu çevrilən qida zəncirində həyata keçirən orqanizm, bu olar bitki. Ya da bakteriya. Fotosintezci bakteriya, qırmızı purpur bakteriya. Bitki də ola bilər. İşıq enerjisi, ATF enerjisi, bu da siyanobakteriya. Sonra bu nədir? Trombosit, leykosit, bu da eritrositdir yəqin ki. Formalı elementin yaşama müddəti sutka ilə hansına bərabər olar? Eritrosit yaşayır, nə qədər yaşayır? 120 gün. 120 gün. 120 burada nəyə bərabərdir? Lobyanın erkəkcikləri 10-dur bir çiçəyində, 12 çiçəyində 120. Onurğalıların yalnız yumurta qoymaqla çoxalan və sidik hissəsi olmayan quşlar. Bu olacaq dişi fərdinin kloakasına açılan axacaqların sayı erkək fərdi müqayisədə az olur. Çünki dişidə bir yumurtalıq olacaq. 1 və təkamül baxımından xordalı tipinin ən cavan sinfidir quşlar.
Sxemdə verilən hüceyrələrdən hansılar genetik cəhətdən bir-birindən daha çox fərqlənir? Daha çox fərqlənəcək ana tozcuq hüceyrəsi ilə mikrospor. Ana tozcuq hüceyrəsi meyoz yolundan 4 mikrospora əmələ gətirəcək. 74-də cavab C variantı 1 və 2. İkimembranlı orqanoidlər ola bilməz kimdə? Bakteriyada, vəba vibrionu, siyanobakteriyada və bağırsaq çöpündə. 1, 4, 6. Bakteriya virusa ibtidai orqanizmlər üçün ümumi nuklein turşusuna malik olmaq, bəli, və zülala malik olmaq. Zülal sintez etmək götürmür. Virus zülal sintez etmir. Soxulcan və yetkin öküzoteri üçün ümumi olmayan. 1 mol glukozan parçamızda 38 mol ATF əmələ gəlir. Yetkin öküzotərində yox, soxulcanda. Yəni oksigenli tənəffüs getmir öküzotərində. Qida maddəni bədən səthi ilə qəbul edir. Öküzoteri, amma soxulcanda həzm sistemi var. Sonra sormacılara malikdir. Sonra ağız vasitəsilə qidalanma. Buğum götürmür, çünki soxulcanda da var, öküzotərində. Solğun əzva göbələyinə aid deyil. Parazit deyil, saprofitdir. Zəhərli demək, parazit demək deyil. Anaerob deyil, aerobdur. Plazmatik membrana malik deyil, malikdir. 6. 1, 4, 6. Verilən xəstəliklər hansıların törədicisi nuklein turşularında 8 nukleotid növünə rast gəlir. Yəni, DNT-si də var, RNT-si də var. Bu bakteriya olacaq. Difteriya, vəba, vərəm. 1, 3, 4. O birlər virus. 80 verilən xəstəliklərin hansının törədicisində 5 azot əsas növünə rast gəlir. Yəni, bakteriyadır. Tetanus, taun, malyariya, 1, 2, 5. Bu birlər virusdur. Bütün heterotrof orqanizmlər üçün ümumi olan. Heterotrof ümumi. Heterotrof ümumi. Nuklein turşuları var, mənim bütün canlılarda var. Zülal sintez etmək, ribosom var. Çünki bunlar fərdidir. Ola da bilər, olmayan. Bütün heterotrof orqanizm üçün ümumi olmayan. Saprofit, parazit, aerob, anaerob. Bu ümumi deyil. 1, 2, 3, 4. İki evli çiçəkli bitkidə normal ontogenez zamanı diploid, haploid, triploid xromosom dəstəsinə malik hüceyrələrə rast gəlinirsə, onun haqqında nəyi söyləmək olur? Onlar iki evlidir. İki evlidir. Diploid olur, haploid də olur, triploid də. Bu dişi bitkidir. Bu bitkinin çiçəklərində mayalama prosesində 4 hüceyrə iştirak edir. Bəli, dişi bitkidir. Və bu bitki ontogenez növdə 3 növ generativ orqana malikdir. Toxum, meyvə, çiçək. Çünki erkək bitkidə meyvə və toxum olmayacaq. Göstəriləndə hansında 2 istiqamətli axın? Bir o tərəfə, bir bu tərəfə. Bax, göbək ciyəsində anadan uşağa, uşaqdan anaya. Yarpağın borulu lifli dəstindən torpaqdan yarpağa, yarpaqdan torpağa. Görmə siniri. Bu istiqamətdə, o istiqamətdə. Yəni, reseptorda mərkəzə, mərkəzdən iç orqan. Belə. Ay, üzürlü sayın. Görmə siniri yox. Mərkəzdən gəlirsə, onurğa beyni siniri daha dolğun olar. Bir də ağ planarinin bağırsağı. Anal dəli yoxdur axı. Görmə siniri elə deyil. Yəni, reseptor, mərkəz, sərəki yol, işçi orqan bir istiqamətlidir o. Amma onurğa beyni siniri 2 istiqamətli gedir. Ağciyər venası yoxdur. Ağciyərdən, yəni ürəyə gələn damar. Xanı balığında ağciyər yoxdur. Solucanın da yoxdur ağciyəri. 2. Kəlləm kəpənəyinin də yoxdur ağciyər, traxeyadır. Göbələkçilik və bakteriya üçün ümumi xüsusiyyət. DNT və RNT-yə malik olmaq. Sitoplazmada ribosom olmaq, hüceyrə divarının olması. 87. Göbələk və bakteriyalar üçün ümumi xüsusiyyət yenə. Parazit və saprofit, hüceyrədə ribosom və DNT və RNT-yə malik olmaq ümumidir.
Göstərilərdən hansında həm fotosintezçi bakteriyadır, həm də fotosintezçi çoxhüceyrəlilərdə olur. Transkripsiya, bunu birinci götürürük. Translyasiyanı da götürürük, yəni zülasintez eləmək. Bir də plazmatik membran bütün canlılarda var, 88-də 1-3-1. Fotosintez prosesini həyata keçirən həm bir hüceyrəli, həm də çoxhüceyrəli bitkilərdə həm bir hüceyrəli, həm nuklein turşusu hamımızda var. Xlorofil də var. 2-3, bir də plazmatik membran hamısında var. Toxuma bir hüceyrəlilərdə yoxdur, vegetativ orqanda yoxdur. Hüceyrəsində membran orqanoidləri olmayan canlı, yəni bakteriya. Hansı doğru deyil. Transkripsiya prosesinə rast gəlmir, bu doğru deyil, gəlinir əslində. Bir də avtotrof nümayəndələr üçün enerji mənbəyi yalnız günəşdir, xeyir, kimyəvi rabitələr enerjisindən də istifadə edir. İşığın təsiri qeyri-üzv maddənin üzv maddə sintezi, bəli, o düzdür. Çoxhüceyrəli nümayəndəsi yoxdur, düzdür. Bakteriyaların reduksion nümayəndəsi rast gəlinir, düzdür. Əlverişli şəraitdə 3 infuzor tərkibdə 24 fərdin əmələ gəldiyi müddət ərzində bir bakteriyadan maksimum neçə nəsil yaranar? Burada necə götürəcəyik? Bunu həll eləyək. Məsələdir. Deyəcəm. Deməli, əlverişli şəraitdə 3 infuzor tərkibdə 24 fərdin əmələ gəldiyi müddətdə. İnfuzorların da əmələ gəldiyini belə hesablayırıq. N0 vurulsun 2 üstü T ilə hesablayırıq. Burada N 24 fərddir. 24 fərd. 3 infuzor tərkib, 3 başlanğıc. 2 üstü x. Bunu tapırıq. 24-ü 3-ə bölürük 8. 8 bərabərdir 2 üstü x. Yəni 2 üstü neçə 8 eləyir? 4 dəfə 2, 8. 2 üstü 3. Yəni vaxt 3-dür. 3 saat. Maksimum neçə nəsil yaranar bir bakteriyadan? 3 sutkadır, üzürlü sayın. 3 sutkanı, yəni 3-ü vururuq 24-ə, 72 saat alırıq. Onu da vururuq 60-a, 4320 alırıq. 4320 bakteriyada nəsil sayını tapmaq üçün T bölünsün 20 düsturuna hesablayırıq. T'ni tapdım 4320 dəqiqə, yəni 3 sutka. Bunu da 20 dəqiqə böləndə cavab edir 216. 216. Yəni bu infuzor tərliyin düsturu bakteriyada nəsil sayını tapmaq üçün T bölünsün 20 düsturundan istifadə edirik. Sonra 92-yə baxırıq. Uyğunluğu müəyyən edin. Göbələkli bakteriyalar. Bir və çox hüceyrəlilik göbələklərə gedir. Avtotrof, heterotrof qidalama bakteriyaya gedir. Tumurcuqlama yolu ilə çoxalma göbələk. Xemosintez bakteriya, eukariot göbələk. Eyler-Vein diaqramına uyğun vəba, poliomiyelit. Yəni bakteriya, virus. Nuklein turşusuna malik olmaq ikisi də. A getdi ortaya. Deməli, A getdi ortaya. Hüceyrə divarı 1-ə getdi bakteriyaya. Plazmatik membran yoxdur, virusa getdi. Prokariotdur, bakteriyaya getdi. Parazitdir, hər ikisinə getdi. A, E ortaya gedir. 94-ə baxırıq. Göbələk, şibiyə, bakteriya. Bütün nümayəndələrin yaşaması üçün işıq zəruridir. Şibiyə. A getdi 2-yə. Fotosintezçi pigmentlər yoxdur, göbələk. B getdi göbələyə. Bütün nümayəndələrin hüceyrəsində formalaşmış nüvə yoxdur, bakteriyaya getdi. Bakteriyaya C. Həm eukariot, həm də prokariot nümayəndələri var. Eukariot, prokariot.
Həm evkaryot, həm də prokaryot hüceyrələrdən ibarət ola bilər. Şibiya, D getdikcə. Mikoriza vasitəsilə simbiyoz həyat keçirən nümayəndələri var, göbələyə. Sonra 95. Müvafiq olaraq sadalınan canlıların sporundan bilavasitə nə əmələ gəlir? Basil, pennisil, qışı, yaşıl quşmamırı, ulatrix. Müvafiq olaraq sadalınan canlıların sporundan bilavasitə nə əmələ gəlir? Bakteriya, basil. Sonra mitseli pensil, qışı protal, quşmamırı protonema, ulotris yetkin bitki. Belə.